Bu şəkər buraları yeyənlər inanmırlar ki, buna 1 qram da şəkər və şəkər əvəzləyicisi qatmamışıq. Heç bal da tərkibində yoxdur, ancaq şəkər əvəzinə çox faydalı bir meyvə var. Ehtimallarınızı rəylərdə yazın, bu hansı meyvə ola bilər. Düzü bu videonu bayramdan qabaq gərək paylaşardım, ancaq məncə heç vaxt gec deyil. Bu şəkər buraları tək bayramda yox, adi günlərdə də yemək olar, çünki çox faydalıdır. Bu meyvə şəkərdən fərqli olaraq maksimum fayda verir, vitaminlərlə doludur, enerji verir. Adi şəkərdən fərqli olaraq faydalı liflərlə doludur. Ona görə qanda şəkəri də tez qaldırmır. Və bu xırda finik xurmalardır. Onların sümüyünü əvvəlcədən çıxartdıq. Əl çəkən maşından qozla bir yerdə keçirtdik. Bu cür həmirə bənzər qatı strukturası var. Şəkər buraları bununla doldurmaq çox asandır. Qoz kimi hər yerə tökülmür. Strukturası yapışqandır. Ona görə də şəkər buraları çox asanlıqla bükmək olur. Həm də ki deyim, bir şəkər bura həmirində maksimum faydalı etməyə çalışdıq. Ağ və çovdar unundan hazırladıq, 50-50-yə qatdıq. Həm də ki həmirə sarı kök qatdıq. Sarı kök də çox faydalı ədviyyatdır. Qanda şəkəri düşürtməyə kömək edir. Orqanizmdə iltihabı qaldırır. Çalışın hər yeməyinizə biraz da olsa sarı kök qatın. Hazır şəkər buraları soyuq yerdə saxlasaq, içliyi bərkiyəcək və xalvaya oxşayacaq. Elə bil şəkər buranın içində xalva var. Çox dadlı alınır, mütləq sınayın. Bayramınız da mübarək olsun. Hər gününüz gözəlliklərlə və sevgi ilə dolsun.